Salam, hörmətli abituriyentlər. Rusiyanın Azərbaycanın işğalına başlaması mövzusunda video dərsi sizə təqdim edirik. Deməli, 18-ci yüzillikdə Rusiya artıq 2 dəfə Pyotrun dövründə 1722-23-cü illərdə və 2-ci Ekaterinanın dövründə, yəni 1796-cı ildə Zubovun başçılığı ilə Azərbaycanı işğal etməyə cəhd etmişdi. Lakin bu cəhdlər uğurla nəticələnməmişdi. Bildiyimiz kimi Pyotrun tutduğu Xəzər sahil ərazilər sonralar Nadirin fəaliyyəti nəticəsində Nadir xanın 1732 və 1735-ci illərdə itirilir, yəni yenidən Səfəvlərə qaytarılır. 20-ci əsrin əvvəllərində Rusiyanın məqsədi yenə də Azərbaycanı ələ keçirmək idi. Məqsəd nə idi? Osmanlı ilə müharibədə qüvvələr nisbətini öz xeyrinə dəyişmək, dağlıları mühasirəyə almaq və Ost-Hind şirkətinin inhisarına zərbə vurmaq. İngiltərə, Fransa, Osmanlı və Qacarlar isə Rusiyanın bu məqsədlərinə mane olmağa çalışırdı. 1801-ci ildə İngiltərə və Qacarlar hökuməti arasında siyasi və ticarət müqaviləsi imzalanır. Bu müqavilənin şərtinə əsasən hər hansı dövlətə qarşı, burada hər hansı dövlət deyəndə Rusiya nəzərdə tutulurdu, İngiltərə Qacarlara yardım, dəstək vəd edirdi. Qacarlar isə ölkə bazarlarını ingilislərin üzünə açırdı. Həmin il Kartli çarı və bəzi Azərbaycan xanları Qacarlarla əlaqə yaradır. Təbii ki, bu da Rusiyanı qəzəbləndirir. Yəni, bir tərəfdən Qacar hökuməti ilə İngiltərə yaxınlaşır. Bəzi Azərbaycan xanları Qacarlarla yaxınlaşır. Xristiyan olan Kartli Kaxetiya da Qacarlarla əlaqələr yaratdığı üçün 1-ci Aleksandr Cənubi Qafqazın işğalına artıq tələsirdi. 1801-ci ildə 1-ci Aleksandr manifest imzalayır. Bu manifest ilə Şərqi Gürcüstan daxili müstəqillik ləğv edilir. Biz bilirik ki, 1783-cü ildə Şərqi Gürcüstan Rusiyanın himayəsinə qəbul etmişdi. 1801-ci il manifesti ilə isə Rusiyaya birləşdirilir, yəni onun daxili müstəqilliyi də ləğv edilir. Və Rusiya bildirirdi ki, Qazax, Şəmşəddil, Borçalı, Loru və Pənbək də Gürcüstan ərazisidir. Ona görə Gürcüstanla birlikdə Qazax, Şəmşəddil, Borçalı, Loru və Pənbəyi də özünə ilhaq eləyir. Təbii ki, bu hadisə Azərbaycan xanlarının, xüsusilə İrəvan və Gəncə xanlarının etirazlarına səbəb olsa da, bunun bir faydası olmur. 1802-ci ilə gəldiyimizdə Rusiyanın Quba və Lənkəran xanları ilə müqavilə imzaladığını görürük. Georgiyevsk müqaviləsini. Müqavilənin şərtlərinə əsasən bu xanlıqlar öz arzusu ilə Rusiyanın himayəsinə qəbul edilə bilərdi. Xəzərdə gəmiçilik, Cənubi Qafqazda ticarət inkişaf etdirilməli idi. Rusiya bu xanlıqları Qacarların təhlükəsindən qorumağı vəd edirdi. Halbuki Rusiya özü elə böyük təhlükə idi. 1-ci Aleksandrın 1801-ci il manifesti ilə, baxın, bu bölgələr Rusiya tərəfindən tutulur. İndi Rusiyanın əsas hücum hədəfi Carbalakəndir, bu bölgə. Səbəb nə idi bəs? Carbalakənin Gürcüstandan Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə olması, dağlar hərəkatının şimaldan və cənubdan mühasirəyə alınması üçün strateji məntəq olması. 1803-cü ildə Ruslar Qanıq döyüşündə qalib gəlib Carbalakəni işğal edirlər və həmin il Rusiya ilə 1803-cü ilin aprelində cəmaətlıq arasında andlı öhdəlik imzalanır. Andlı öhdəliyə əsasən cəmaətlıq daxili muxtariyyətini saxlayıb, amma Rusiyanın himayəsinə keçir. Çarlılar hər il Rusiya xəzinəsinə ipə ilə xərac verməli idilər. Sədaqət əlaməti olaraq girov verməli idilər və Carbalakəndə Rusiya qoşunları yerləşdirilməli idi. Vaxt ötür, zaman keçir. Carbalakənlilər Rus qoşunlarının Carbalakəndə yerləşdirilməsindən narahat olurlar, etiraz edirlər və müqavilənin şərtlərini pozurlar. 1804-cü il Zaqatala döyüşündə Rusları məğlub etsələr də, həmin il Rus ordusu yenidən Carı işğal eləyir. Və 1804-cü ildə Gəncə xanlığı da Rusiya tərəfindən işğal edilir, Cavad xan qəhrəmancasına şəhid olur. Ardınca İlisu sultanlığı, Samux hakimliyi də Rusiya tərəfindən işğal edilir.
Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsinin nəticələri nə olur? Bu Rusiya üçün mənəvi üstünlükdür. Rusiya Xəzər sahillərinə çıxmaq üçün əlverişli məntəqə əldə eləyir. Digər ərazilərin işğalı üçün əlverişli bazar rolunu oynayırdı artıq Gəncə. Qacarlar ən mühüm dayaq məntəqələrindən birini itirirlər. Və Azərbaycan xanları arasında Qacarlar dövləti ilə münasibətdə tərəddüdlər yaranır. Yəni xanlar görürlər ki, Cavad xanın başına nələr gəldi, amma Qacarlar onları müdafiə etmədi. Yəni Gəncə xanlığını. Ona görə də artıq 1805-ci ilə gəldiyimizdə görürük ki, Qarabağ, Şəki və Şamaxı xanlıqları Rusiyanın himayəsini qəbul edir. Bununla da Rusiya Cənubi Qafqazda böyük üstünlük qazanır və bütün bu proseslər sonralar 1804-13-cü illəri əhatə edən 1-ci Rus-Qacar müharibəsinin səbəblərindən sayılır. Belə, hörmətli yoldaşlar, Rusiyanın Azərbaycanın işğalına başlaması mövzusunda video dərsi sizə təqdim etdik. Ümid edirəm ki, faydalı oldu. İndi isə vəsaitimizdən mövzunu öyrənək. Hələlik.